Birinci cismin hərəkət tənliyi x1 bərabərdir 3 plus 4t kvadratı. İkinci cismin hərəkət tənliyi isə x2 bərabərdir t plus 3t kvadratı şəklindədir. 2 saniyə sonra birinci cismin ikinci cisminə cəlb sürətinin modulunu hesablayın. Bərabər təcilli hərəkətdə koordinat tənliyi x bərabərdir x0 plus v0t plus at kvadrat bölünsün 2 şəklindədir. Fikir versək bizim tənliyimizdə t həddi yoxdur. Deməli, bizdə sürət 0 olub. Yəni, birinci cismin koordinat tənliyi x1 bərabərdir 3 plus 0t plus 4t kvadratı. İkincinin koordinat tənliyi 4 plus 0t plus 3t kvadratı şəklindədir. Yəni, sürət 0 olduğu üçün başlanğıc sürət tənliyimiz 3 plus 4t kvadratı və 4 plus 3t kvadratı şəklindədir. Sürət və təcilin işarəsi eyni olduqda hərəkət yeniləşən, müxtəlif olduqda yavaşlayan olur. Sürət olmadıqda isə fikir veririk təcilin işarəsinə. Əgər təcilin işarəsi müsbətsə, hərəkət x-ox istiqamətində yeniləşən, mənfidirsə x-oxunun əksinə yeniləşəndir. Bizdə hər iki halda təcilin işarəsi müsbətdir, yəni hər iki cisim eyni yöndə hərəkət edir. Eyni yöndə də sürətləri, nisbi sürət hesablayanda sürətləri bir-birindən çıxırıq. Sürət tənliyi ümumi şəkildə v bərabərdir v0 plus at-dir. Bizdə v0 0 olduğuna görə birinci cismin hərəkət tənliyi. Demək, t kvadratının əmsalında a bölünsün 2 durur. Yəni, burada a-nın yarısı yazılmış olur. Onda birinci cismin təcili 8, ikinci 6 olur. Demək, v1 olacaq 8t. V2 olacaq 6t. T 2 saniyə anında dediyinə görə bu cismin sürəti 16 metr böl saniyə. Bu cismin sürəti də 12 metr böl saniyədir. Hər ikisi eyni yöndə olduğuna görə nisbi sürəti tapanda birincinin ikinciyə nəzərən sürətini tapdığımızda birincidən ikincini çıxasıyıq. 16 minus 12 olacaq 4 metr böl saniyə. Y bəndi.